Salam, hər vaxtınız xeyir olsun. Əziz şagirdlər, belə bir sualın gəlin bir yerdə izahına baxaq. Deyir, A ədədini n-ə böldükdə. Gəlin yazaq. A ədədini n-ə böldükdə. Natamam qismət 5, bərabərdir 5-ə. Qalıq isə n-1. Qalıq da n-1. Baxın, sadə bir misal yazaq bura. Məsələn, 21 bölək 5. Bərabərdir 4. Qalığımız da olur 1. Biz bu 21'i buradan necə tapırıq? 5'i vururuq 4'ü, üzərinə 1 gəlirik. O zaman biz buradan A necə taparıq? A bərabərdir. N'yi vurarıq 5'ə, yəni 5n. Və üstdən gedərik n-1. Burada neçə almış olarıq? 5n ilə n eləyər 6n minus 1. A bərabərdir 6n minus 1. Bizdən deyir ki, buna görə n'in A ilə ifadəsini tapın. Gəlin tapaq. A bərabərdir 6n minus 1 isə, o zaman 6n buradan bərabərdir A plus 1'ə. Buradan da bizdən n bərabərdir A plus 1 bölək 6. Yəni D variantı.